ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verir və 600 yerdən ibarətdir. Kompleksin ikinci korpusu çoxfunksiyalı tədbir zalından ibarətdir və həcmcə nisbətən kiçik olan müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişlidir. Zəngilan şəhərində tikinti və yenidən qurma işləri şəhərin baş planına əsasən davam edir. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin ESA Partners şirkət tərəfindən hazırlanmışdır. Şəhərin ümumi planlaşdıran ərazisi təqribən 333 hektardır. Hazırda ilk yaşayış məhəlləsi üzrə 8 ədəd 2 mərtəbəli townhouse tipli yaşayış mənzillərinin və 4 ədəd 3 mərtəbəli binaların tikintisinə başlanılmışdır. Bu ilin sonuna qədər 104 ailənin məskunlaşması üçün mənzillərin hazır olması nəzərdə tutulur. Bundan əlavə, növbəti yaşayış məhəlləsi üzrə 8 binadan ibarət 176 mənzilin, 12 binadan ibarət 138 mənzilin və 87 ədəd townhouse tipli yaşayış mənzillərinin layihələndirmə işləri davam edir. 317 ailənin dayanıqlı məskunlaşması üçün layihələndirilən yaşayış kompleksinin tikintisi ilin sonuna planlaşdırılır. Buradan çıxıb gedik. Yox, qaydacaq yeri, mən Yox, biraz belə fırlanaq söylədim. De orada tikirlər, o tərəfə bir dənə gedə bilərik. Burada rayonda gedən işlər, məktəbin binası. Burada yaşayış binaları. Tikinti gedir. Hə, dənə ilişməyə var. Bax, buranın məşəqətdən belə gedir, Şabəliyə yol gedər. Ha, orada hər şey çıxırlar. Biraz qabaq gedəcək. Məscid bağlıdır. Açıq olsa. Burada yox. Əsrin gedər. Açıq olsaydı bir namaz qılıb gedərdik. Yox, açıq olmaz. Bir kimsə var. O işləyir orada. Bu maşınımız yoxdur. Ha, bura. Hə, bura xəstəxana yox. Yaşamda deyil. Ermənilər düşməz bu yaralı. Var idi. Burada məscid var idi, dağıtmışlar öz pek. Saxla da deyir, saxla. Belə burada qoyursun məscidə geçsinlər burada. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Burada Zəngilana gedəndə yolun sağ tərəfində demək, sol tərəfində Ağalı kənd idi. Sağ tərəfində də ikinci Ağalı deyilən bir kənd tikilir. Yolun sağ tərəfində. Burada da bildiyimə görə Məmmədbəyli, Babaylı kəndləri ilə ətraf kəndləri buraya alacaqlar. Burada da yaxşı işlər gedir. Evlər simetdən hazırlanmış kərpiçlərə oxşayan belə bir şeylərdən tikilir. İnşallah yaxşı olur. Artıq
Əksər evlərin dam örtüyü vurulur. Tezliklə yəqin ki, başa çatır. Dəmir yolun körpüsünün tikilişi ilə əlaqədar müvəqqəti olaraq yol buradan keçir. Kəndin içinə girir, ikinci ağa. Oradan keçib sonra yenə əvvəlki yola qayıdır. Ön işimizin tersliğine bak. Orada adam var da yakın şeydi. Hadi çayına gelmiş. Hı? Biraz yavaş. Yakın failelerin kalma yeri. Burası aileler için ya. Aman ya. Bu traktörden yarışma görüyor. Yolu bende. Götürmeseydi yakıtsaydı. Beni götürdü diye yakmadı. Yol var ha. Bak oraya Bir de burayla böyle bak. Yok indi böyle Sen bak. buraya gemerin yedi ki. Daha ağaçlar, panellerden yürüyor. Bak bu yol kalkıp buraya girecek. Buraya bu çeyrek. Bak buradan getirdi de çizgiler orada. Ha. Gömsün kapatacağım diyorum orada. Ha orası da yol. Stadyum yeri. Ha üzere tuşuna verildi. Bak burada ben verdim. Hadi bu sana önünden getir ama hadi çok atışırsın. Gözde bunlar yapan yeri. Düz selamda çıkıyor. Hadi selin abi. Girdin geldin. Bravo Akil'le. Bura mentekanın yeri bak. Mentekası. Mentekanın yeri. Kabakçının yeri. Böyle. Ya birinci ara gelir tabi üstüne. Şimdi kamsallara gelecek. Gidiyor ağasına. Bu da nümunə üçün tikilmiş evdir. Böyle çox qəşəng və onun zalıdır. Bu bir yataq otağı, ikinci yataq otağı, üç otaqlıdır. Bu mətbəx,
Bu da hamam tuvaletidir. Arzu sonra. Bura Fəxrəddin evinin yeridir. Yok, Fəxrəddin evi arxadaydı. Yox, bir de bura Fəxrəddin evi. Yok. Ha da ha. Bura maşallah Bura da şey. Orada maşallahın evi. Belə gedirsin. Belə ha. Ha, arkada değil de buradadır. Ramiz müəllimin evi yeri buradaydı. Ha, panellərdən. O Qəlbi Süleymanın yeriydi. Ha, o Qəlbi Süleymanın yeridir. İnsafan desək, evlər yaxşı tikilib, hər şey öz qaydasındadır. Bir dənə sel sularını nəzərə almayıblar. Gələcəkdə ola bilər o problem yaratsın. Burada bağçadır da, bağça. Uşaq bağçası tikilir. Bu nədir ki, indi adı? Uşaq bağçası. Ha, oraya motel değil o. Ha. Nereye gelmişsin motel bura? Belə yaxın göründüyünə baxma ki, telli. Hessat yoxdur deyin yaxın görünür. Astrabatın dərəsi burada. Hessat yoxdur deyin. Biz kəndin içi ilə gedirdik, sonra gedirdik, yola görə. Bəs deyil, gedib girdik həyətə. Adım deyil, girmişik həyətə. Elə bir həyət alacaq. Hə, tüküblər də. Arxın ləğv elə. Artın ləğv eləyiblər. Arxın bəsnici oldu. Az getdi, özləri su çəkəcəklər. Bunları atarsan da, Yunus atarsan, Yunus atarsan. İki mərtəbə tikirlər. Ben Nermin de Şifre hala, bizim ev tikimler. Dedim ya, Nermin Veli'nin yoldaşı. Dedim o diye bak. Aşağıda Kapı Çınar maşallah daha gelin kapısının ağzı oraydı. Ha, İrbahan daha gelin evleri buradaydı. Bak da. Ha, o at durur da. Kanal durur. Ağa Bağdaş diyor, ona değil mi? O gün bir taşlar. Ha. Burada tövlelerin yeri. Fermayı yeri. Məktəb. Burada vaxtilə Nuruzun evinin aşağısında tövlələr olan yerdir. Məncə bu ən yaxşı yerdir. Burada məktəb tikilmə nəzərdə tutulub, böyle tikirlər. Günəvrə qoyulub, işləyirlər. İnşallah yaxşı olur hər şey. Sovetin binasının yeridir bura. Yuxarıda da ambar vardı, taxıl ambarı var. Həmən yerdə orada nə isə tikəcəklər görünür. Qazıblar, amma bilmirik nə tikəcəklər. O da görürsən asfaltını yeri. Ha. Bak bu qəbirstanlığın açıq, bura qəbirstanlıq yeridir, orada. Bizim məktəb deyil bura. Ha. Əssalam, sağ ol. Bu da nənə. Bağlıdır qalır. Burada keçmiş şərəf zavodun yeridir. Demək burada Vəliqulbəyli, Tiri, Turabat kəndi salınacaq. Cahangirbəylinin yerindən daha yaxşıdır bura. Burada nəzərə alıblar, sel getməyə yer var.